Bir dəqiqə olar mı səni? Ay qardaş, bunu bir dənə kömək eləmək lazımdır, evə aparmaq lazımdır. Kömək eləyəsən. Nə verəsən? Qardaşım, bax da ya 20 manat pul verim, ya da 3 dənə nəsihət verim. Elə nəsihət verim, heç yerdə işləmirsən. Pul gəldi, gedərdi. Ən yaxşı mal qalan nəsihət olacaq. Qoy da nəsihət seçin. Sən nəsihəti ver. Hadi götür gedək. Ay qardaş, sən canı ehtiyat polkadan al. İtaliyadan gətirdim, ev qalxacaq. Qardaşlara olmayıb, sən nəsihətini ver. Birinci nəsihət odur ki, sana desələr ki, varlı olmaq kasıbçılıqdan yaxşıdır, inanma. Sən sənə yarı yolu olduğu üçün, ikinci nəsihətini ver. İkinci nəsihət qadan al. Sana desələr ki, evlilik subaycılıqdan yaxşıdır, inanma. Ben çatdım. Satdıq mı üçüncü nəsihətini nə öldürmürəm mən burada? Üçüncü nəsihət, sana desələr ki, peşkon getmək, maşınla getməkdən yaxşıdır, inanma. İndi mən də sana bir nəsihət verim. Buyur. Sana desələr bu xəstənin içində salamat bir şey qalır, inanma.